Videoya başlamadan önce kanalıma abone olup like atıp yorum yazmayı unutmursunuz ve bildirimleri açık koyursunuz ki ben video paylaşanda size bildirim gelsin. Salam kızlar, necəsiniz? Yeni bir vlogla karşınızdayım. Gedirəm kibrit qaynağına, ama bu dəfə maşınsızam kızlar, piyada gedirəm. Ona görə də çox yoruldum. Həqiqətən yaxşı ki maşın var. Piyada çox çətindir. Gedim kızlar, oradan da size görüntülər paylaşaram. Hələlik. Kızlar, salondan çıxdım, gedirəm evə. Araz markete girmişdim, bir iki şey aldım. Dedim, gedim evə. Bu da məhəlləmizdir, məhəlləmizin güllərinin gözəlliyi. Şaka mıdır? Kızlar, may ayıdır, hava istidir, amma külək. Nə bilim, bilmirəm, hava nə vaxt düzələcək yəni. Dəhşətizm. Gedim evə, inanın o qədər çay istəyirəm, dəhşətli dərəcədə. Qəşəng çay içeyim, dincəliyim. Hələlik qızlar. Qızlar, yenə çayımı götürdüm, düşdüm aşağıya. Dedim bir dənə qəşəng bağçada çay içeyim, güllərimin gözəlliyinə baxın. Maşallah, subhanallah. Papatyalar yavaş-yavaş çürüyürlər qızlar. Belə dedim sizə biraz bu mənzərəni göstərim. Baxın güllərin gözəlliyinə. Demək olar ki qızlar, bu evdən 2 dəfə dolma eləmişəm. Halal olsun. Qəşəng, indi bunu içim, gedim yeməyimi hazırlayım. Uşaqlar gəlinə qədər işlərimi görüm, qutarım. Yavaş-yavaş. Hava süperdir də, çox qəşəngdir. Bayaq küləkli idi, indi amma qəşəngdir hava. Tadını çıxarayım, biraz D vitamini alım, sonra gedim işimi görüm. Qızlar, valideynimizdən belə bir nəhrə yağı aldım. Baxın, sapsarı, həqiqətən də çalışın hər şeyin, necə sizə deyim, təbiisini yeyin. Rayondan gətiribdim. Çox qəşəngdir. Baxın, təbii tərəyağıdır və bunda məqəş deyirlər, şor. Bunda dadına baxacağım. Sağ olsun, pay qoydu. Bir də təndir çörək almışam. Qəşəng yeyəcəm. Bu da ki, oğlum mənə bağçadan Ege gül qırıb gətiribdi. Baxın. Ege, xoş gəlmişsən efim. Hə, gül yığıb gətiribdi. Bunu da qoyacağım güldanıma. Qəşəng. Amma qızlara qoymaq istəyirdim bunu. İndi fikir verirəm. Baxın. Ayda bir dənə sizə bir net göstərim. Bitlər var üstündə. Ona görə məcbur bunu atacağım. Baxın. Görürsünüz. Ona görə bunu Ege'dən gizlin atmalı olacağım. Nəysə. Gedim bir dənə qəşəng çay qoymuşam. Çayla ürəyim istədi. Kərəyağı, şor və təndir çörəyi yeyim. Bu süt, kənd sütü. Bu piçenya, şirniyat, bu banan, meyvələr, sonra alça, gilas, simit, nənə payı, xalam, canım xalam. Uşaqlarımın bir nömrəli nənəsi, yaxşı ki varmışsan, həqiqətən. Qızlar, onun üstü dağınıqdır, fikir verməyin, yemiş içmişi yığışdıracaq. Amma bu dad möhtəşəm yağdır da. Çox qəşəngdir, çox həqiqətən. Qızlar, xalam qızı gəlib bizə işin balaca azıdan tort alıb, şirniyyatlar alıb. Ayda ən sevdiyim tort. Qızlar, siz hansı tortu sevirsiniz? Mən azdan ən sevdiyim tort budur, baxın. Bəyənirsiniz bu tortu. İndi qəşəng çayla içəcəyik afiyetlə. Qızlar, dəhşətli dərəcədə yağış yağır. Ay Allah, ilahi. Baxın. Vay 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 vay, Allah'ım. Səsə çıxmışıq, inanırsınız çölə. Baxın. Qızlar, həqiqətən may ayıdır. May ayı özün niyə belə aparır bilmirəm. Uşaqlarla bu soyuqda çıxmışıq gəzməyə, dəhşətizm. Çox soyuqdur. Gidiyoruz parka. Efe qaçma, Ece. Qızlar, təzə dırnaqlarım və dırnaq ustamın həyətinin gözəlliyi. Şaka mıdır? Qızlar, axşam dırnağımdan gəldim. Qəşəng bellə xafiyət elədim, çox tatdım. İndi bunu türklər kimi, köftə kimi eləyəcəm. Çörəyin arasına qoyacağım. Uşaqlar qəşəng afiyetlə yeyəcəklər. Desatlarınızı da halal edeyim. Qızlar, bazarlıqdan gəlirəm. Bir iki şey aldım.
Nə vaxtdan sizə vlog çəkmirdim. Dedim sizə vlog çəkeyim. Bugün ya sabah ataram. İnanın maşınım xarab olubdu, ustadadır. Ona görə də heç nə çəkə bilmirəm. İnşallah düzələn kimi sizə söz verim. Qəşəng vloglar çəkəcəm. Havanı da görürsünüz qızlar. Çox pisdir, çox dəhşətli dərəcədə küləkdir. İnşallah hava düzələr. Nə deyim? Benim bu lavlarist ağacımın gözəlliyində. Bu arada xalam yığdı, apardı. 1 kilok. Dedim apa işlət. Demək olar ki almırıq. Yaxşı ki onu elə o daydan məktəbdən alıb əkmişəm. Gedim bunları da qəşəng yuyum, meyvələr uşaqlar yesinlər. Qızlar, xalam süd gətirmişdi. Baxın, daş kimi, belə göstərə bilmirəm, daş kimi qatıqlar eləmişəm. Bunu demək olar ki yarısını yemişik. Baxın. Bildiyiniz, baxın, göstərim sizə, daşdır da, daş. Çox qəşəngdir. Həqiqətən mən qatığı çox qəşəng mayalayıram. Çalışın, siz də süd alın, südlə mayalayın. Uşaqlar üçün də çox faydalıdır. Bilirsiniz ki, qatıq yemək həqiqətən çox faydalıdır. Bizim sümüklərimizə falan çox faydası var. Ona görə çalışdığım qədər qatığı südü alıb, kənd südünü alıb evdə hazırlayıram. Siz də evdə hazırlarsanız çox yaxşı olar. Məndə 2 dənədir. Bunları indi qoyacağım xaldinkə, uşaqlar yesinlər, xoşlayırlar. Biraz qızlar meyvələri suda qoyacağım, qalsın. Suda qalsın uşaqlar üçün. Meyvələri az alıram qızlar. Çünki niyə az alıram? Mağazinlər bizə yaxın olduğu üçün, hər tərəfimizdə mağazin var. Yaxın olduğu üçün bunu yeyib qutaracaqlar. Sabah yenə eyni qaydada gedib alacağım. Ümumiyyətlə qızlar, mən hər şeyi az alıram. Deyəcəksiniz niyə? İsrafçılıq eləməyə xoşlamıram. Əvvəl çox alırdım. Çox aldığım halda xarab olurdu, atırdım və üzülürdüm həqiqətən də. İndi də bilirsiniz, elə bir zamanədir ki, atmaq olmaz, günahdır. Ona görə az alıram. Qutardıqca yenə dediyim kimi mağazin çox yaxındır. Gedirəm, alıram. Elə yaxın olmağı mağazinin əlimdən o qədər tutur ki, elə bir ki, evdə olmuş kimi bir şeydir də, inanın. Bazara gedirdim, maşın xarab olduğu üçün artıq bazara da gedə bilmirəm. Buradan alıram. Aldıqlarımı da yudum. Xiyar, pomidoru, biberi yudum. Meyvələrimi də yudum. Qəşəng qoydum, burada qalsın. Mən də qəşəng burada reyhan almışam. Onu da qoyacağım suya. Qalsın suda. Bu reyhanı qızlar, dəqiq göstərim. Aldım, töktüm. Mən ümumiyyətlə reyhanı biraz qoyuram, suda qalsın. Palçığı falan geçsin. Bir də qəşəngdir. Pomidor, xiyar, biber, bir də reyhan. İçinə də pendir vururam. Olur çoban salatı. Həyətdə də petruşka var. Onu qəşəng doğrayacağım. Olacaq çoban salatı. Afiyyətlə yiyəcəyik. Biraz qalsın bu da belə suda. Qızlar, zeytun yağı ilə eləyəcəm. Toyuq eləyəcəm, qəşəng, kartuşka ilə. Firini eləyəcəm. Biraz isinsin, kartuşkanı tökəcəm, qəşəng. Qızlar, necəsiz, neyinirsiniz? İnanırsınız, hər gün fikirləşdiyimiz şeydir. Nə bişirəcəyik, necə eləyəcəyik. Ətimiz yoxdur, ətimiz qutarmışdı. Ona görə fikirləşirdim, neyiniyim, firi aldım. Toyuğun firisini aldım, sinə hissəsini. Onu qəşəng 4 balaca doğrayacağım. Kartuşkanı doğramışam. Çoban salatı eləyəcəm uşaqlara. Sabah Allah qoysa ətim gələcək. Ət olanda çox rahat olur. Yayda hələ daha çox rahat olur. Mən əslində xoşlayıram badımcan, biber, qızartmalar falan xoşlayıram. Amma uşaqlar xoşlamadığına görə onların istəklərini nəzərə almalıyam da. Siz nə edirsiniz, nələr bişirirsiniz qızlar? Deyin görək. Mənə də fikir olsun. Belə. Biraz kartuşka kızaracaq. Kızarandan sonra toyuğun sinə hissəsini tökəcəm içine. Kızlar, indi ürünü attım, qəşəng qarışdıracağım. Qəşəng qarışdıracağım.
Az kodda koyacağım, pişsin. Çok tatlı olur, uşaqlar da bunu çok xoşlayırlar qızlar. Şimdi buna qəşəng. En çok yaraşan nedir bu yemeğe? Əlbəttə ki, sarı köksüz olmaz. Çok az sarı kök dökeceğim. Biraz sıvı dökeceğim. Biraz da tuz döktüm mü? Yok. Geçen kızlar hazır değil. Şimdi karıştıracağım bunu böyle. Bu pişene qədər də bir dənə qəşəng çay dəmləyəcəm. Belə geçsin pişməyə. Burada da qəşəng çoban salatı hazırladım. Kızlar, yemeğim də hazır olur. Gelin keçək bir dənə qəşəng çay dəmləyək. Buraları yığışdırım. Qəşəng bir dənə çay dəmləyəcəm. Çay da demək olar ki, qızlar qutarır. Düzəldim kameramı. Çayımız qutarır. Əslində həyətdə var. Həyətə də ayrı qoyuram, evə də ayrı qoyuram. Qəşəng belə. Buraları yığışdırmalıyam, qəşəng. Gül atıram qızlar. Çayın dadlı olmağını istəyirsinizsə sizə pratik yöntemlər verirəm. Kekil atıram. Sonra həyətimizdən yığdığım nanə cövhərdir, onu atıram, yığışdıraram. Bir də ki, qızlar, mixək atıram, olmazsa olmazım. Çox sevirəm mixəyi. Həm də ki, mixək faydalıdır. Həm daxildən, həm də ki, belə qəbul eləmək lazım saçımıza. Bir də qızlar, çox az sizə deyimlə istifadə edirəm bir dəqiqə. Çox az istifadə edirəm. Amma az da, çox yox, soda. Çox az edirəm də, çox baxın, gördünüz bu qədər, qaşığın ucunda. O dad verir çaya. İçdikcə içmək istəyirsiniz. Qonağınız gələndə mütləq onu eləyin. Qonaq hər dəqiqə deyəcək, nə qəşəng çaydır, çay gətir, çay gətir. Yandırayam. Bunu da qoyaq belə. Çayın qəşəng dəmlənsin. Kızlar, qəşəng gördünüz, bayaq şamı yandırdım. Üstünə də bunu qoyuram. Elə olanda çox qəşəng dəm alır. Baxın, fikir verin, oradan da tüstü çıxır. Bu qəşəng dəm alsın, mən gedim yemək yeyim. Yeməkdən sonra mütləq ki, çay içim. Çox sevirəm də. Özdə hələ sizi bilmirəm, qızlar. Mən çayı sevirəm ki, təzə-təzə dəmlənsin. Yəni qalır köhnəlir, o çay mənə çatmır ki, onu necə içmək olar da. Amma təzə-təzə çay içəndə çox belə sevirəm də. Onun dadını alıram, hiss edirəm. Nəsə gedin özünüzə çay dəmləyin, təzə-təzə belə için. Mən də gedim yemək yeməyə. Hələlik. İşimi qurtardım, yeməyimi bişirdim. Uşaqları yedizdirdim. Əsas uşaqları yedizdirməkdir. Qızlar, uşaqları yedizdirəndə o qədər xoşbəxt oluram. Onlar bilirəm ki, yemək yeyiblər, qarınları toxdur. Mən enerji dolu partlayışı yaşayıram, enerji partlayışı yaşayıram da çox xoşbəxt oluram. Onlar yemək yeyəndə meyvələrin yedilər, yeməklərin yedilər. Bu dəfə qızlar tünd çay içəcəm. Çünki açıq çox içirəm bu aralar. Ürəm tünd istədi, tünd içəcəm. Çayımı içəcək istədim, sizlə söhbət edeyim. Bu aralar çox aktiv ola bilmirəm. Maşınım xarabdır, bayaq da demişdim sizə. İnşallah maşın düzəlsin, qəşəng yerlərə gedib sizə qəşəng vloglar çəkəcəm. Amma qızlar, hava da düzəlmir. Hava düzəlmir ki, bizim biraz nastroyenamız özünə gəlsin, enerjimiz özünə gəlsin. Yenə də havaya aldanmırıq. Nastroyenamızı, enerjimizi pozmuruq, keyfimizi pozmuruq. Neyse qızlar, bugünlük vlogum bu qədər idi. İnşallah ki, bəyəndiniz. Sizə az-az çəkirəm ki, darıxmayasınız. İnşallah vlogumu bəyəndiniz. Bəyəndinizsə, bəyənmə tuşuna basırsınız. Like qoyursunuz və mən takip edirsiniz. Qəşəng-qəşəng yorumlar yazırsınız ki, mən həvəslənім, çoxlu videolar paylaşım. Bugünlük bu qədər qızlar. Gələn vloglarda görüşənədək. O zaman nə deyirik? Hələlik.